CBC FM-də 102.7 tezliyində mədəniyyət dalğasını dinləyirsiniz. Aparıcınız mənəm Şahin Tayfun. Hər vaxtınız xeyir olsun. Mədəniyyət dalğası başladı. Novruz bayramı gəlir və Novruz bayramı münasibətilə bütün xalqımızı, cəmiyyətimizi təbrik edirəm. Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını simvolizə edən bir bayramdır və bu bayramın tarixi və mifoloji kökləri çox qədimə gedib çıxır. Eləcə də bugünkü söhbətimiz bu barədə olacaq. Qonağımız akademik Muxtar Kazımoğlu bizimlədir. Muxtar bəy, xoş eşitdik, xoş gördük sizi. Xoş vaxtınız olsun Şahin bəy. Mən də sizi, xalqımızı Novruz münasibəti ilə ürəkdən təbrik edirəm. Xoş günlər arzulayıram. Təşəkkür edirəm Muxtar bəy. Muxtar müəllim, gəlin birinci Novruz bayramının mifoloji köklərindən, yaranmasından başlayaq. Hansı ki, Novruz bayramının yaranması ilə bağlı bir çox fikirlər mövcuddur, bir çox deyimlər var. Hansı ki, burada zərdüştlük, günəş kultu, təbiət sirkulyasiyası kimi məsələlər var. Bəli, Novruz bir bayram olaraq həm milli bayramdır, bizim milli dövlət statuslu bayramımızdır, həm də beynəlxalq miqyasda qeyd olunan bayramdır. Siz bilirsiniz ki, UNESCO-nun qeyri-maddi mədəni iş siyahısındadır Novruz bayramı və BMT tərəfindən o beynəlxalq Novruz günü kimi qeyd olunur, martın 21-i beynəlxalq Novruz günü kimi. Bu mənada, yəni bir tərəfdən milli, bir tərəfdən beynəlxalq bayram olmağı bizə imkan verir ki, bu bayramı dünyanın digər xalqlarının tərəfindən də qeyd olunmağını nəzərə alıb, bunun elə özəl, elə təməl xüsusiyyətlərini qeyd eləyək ki, o Novruz bayramı haqqında az çox təsəvvürü dolğun yarada bilsin. Məsələ burasındadır ki, Novruz bayramı həm Avropa, həm Asiya, həm Afrika qitələrində, 3 böyük qitədə keçirilən bu bayram Azərbaycan xalqının da milli bayramı olaraq mifoloji kök etibarilə bir vacib məsələ üstündə köklənir. Dünyanın yenidən yaranması, yəni köhnənin əsasında dünyanın yenidən yaranması. Siz söhbətinizin əvvəlində təbiətin oyanması məsələsini dediniz. Bu məsələ elə onun üstündədir. Yəni köhnə qışdır, yeni gələn yazdır. Köhnənin əsasında yeninin bərqərar olması və siz fikir verin, dünyanın, Avropanın da hətta ən qabaqcıl ölkələrində tutaq ki, Maslenitsa bayramları, Pasxa bayramları da təxminən eyni mövsümdə qeyd olunur. Yəni, o xalqlar da bizim kimi qışdan çıxıb yaza qovuşmağı bayram eləyirlər. Və bu yaradılışın əsasında nə durur? Yəni insanlar tutaq ki, bu mərasimləri, bu ayinləri keçirdəndə və Novruz simvollarını ortaya gətirəndə o yaradılışla həmin o mərasim və simvollar necə səsləşir? Bu çox vacib məsələlərdən biridir. Yumurta bütün dünya xalqları tərəfindən yaradılışın simvoludur. Boyanmış yumurta, boyadılmış yumurta Novruzda məhz yaradılışın rəmzidir. Səməni yaşıllığın rəmzidir. Yəni siz deyən kimi təbiətin yaşıllaşmasının, oyanmasının rəmzidir. Hətta mən sizə desəm və sizə təəccüblü gələr yəqin ki, qapı pusmağın özündə də yaradılışa işarə var. Nəyin işarəsidir? Axı biz bilirik ki, səmavi kitablar da bizə təlqin eləyir ki, dünyanın yaranmasının bir başlanğıcı da ilahi tərəfindən yaransın, ol sözündən sonra dünyaya, Bibliyada deyir, işıq olsun, Quranda Allah deyir, ol, dünya yaranır. Yəni, bugün biz aldış və qarğışların magik gücünə, yəni onun təsir edici gücünə inanırıqsa, o deməkdir ki, xoş sözün də həmin bayramda qapı arxasından pusulub dinlənilməsi insanın ümidini artırır ki, o xoş söz mənim həyatımda hər hansı bir həyat verici gücü artıra bilər. Amillər stimula çevrilə bilər. Və mən bunun sayını nə qədər desəniz artıra bilərəm. Tutaq ki, məsələn, siz adını çəkdiniz günəşin. Məsələ burasındadır ki, bizim bugün çərşənbələri, 4 çərşənbəni ardıcıl olaraq keçirməyimiz, yəni biz bir tərəfdən su kultuna, bir tərəfdən ot kultuna, yel kultuna və torpaq kultuna inanmağımızın da əsasında yaradılış mifoloji baxışı durur. Yəni, şərq xalqları, o cümlədən Azərbaycan türkləri belə hesab edirlər ki, dünyanın yaranmasında o 4 ünsür birbaşa iştirak edir.
Və o ünsürlərin içərisində təbii ki, od ən aparıcı ünsürlərdən biridir, su ilə bir yerdə. Və qədim insanın təsəvvüründə belə bir fikir var ki, əgər sən köhnənin əsasında, yəni artıq sıradan çıxmaqda olan, sənə əzab gətirən, köhnənin əsasında yeniyə qovuşmaq istəyirsənsə, o amillərdən biri də təmizlənməkdir. Sən gərək köhnədən silkinib, təmizlənib çıxasan. Təmizlənməyin iki vasitəsi var. Biri oddur, biri sudur. Bəli, bəli. Niyə biz tonqal qalayıb üstündən atlanıb, tullanıb eyni sözləri deyirik? Suyun da üstündən atlanıb, tullanıb eyni sözləri deyirik. Nə deyirik? Deyirik, ağırlığım, uğurluğum tökül bu odun üstünə. Və deyirik, ağırlığım, uğurluğum tökül bu suyun üstünə. Nə deməkdir bu? Bunun mənası odur ki, biz od və su vasitəsilə köhnədən təmizlənib yeniyə qovuşmaq istəyir. Mənəvi təmizlənmək. Bəli. Hətta bunu geyimlərdə də görə bilərsən. Yəni bayram vaxtları hökmən evlərdə təzə paltar geyinmək, həyəti bacanı sulamaq, qablardakı köhnə suyu hökmən dəyişmək, yeni su doldurmaq o qablara bu rəmzlərin sırasındadır. Odla su, o cümlədən yellə torpaq 4 ünsür olaraq yaradılışın rəmzidir. Ona görə biz o çərşənbələri ardıcıl şəkildə, o şəkildə qeyd edirik. Və çoxlu suallar çıxır. Məsələn, tutaq ki, çərşənbələrlə bağlı mən bir şey deyim. Bu çox mübahisələrə də səbəb olan bir fikirdir. Məsələn, Azərbaycanın bəzi bölgələrində tutaq ki, 5-ci bir çərşənbədə qeyd olunur. Yəni bu 4 çərşənbədən əvvəl bir yalançı çərşənbə də qeyd olunur. Və mən sizə deyim ki, Cənubi Azərbaycanda, Güney Azərbaycanda, yəni Türkiyənin Azərbaycan türkləri yaşayan Qars, Ərdahan, Ərzurum bölgələrində də bu çərşənbələrin müxtəlif yozumları, variantları var. Və bu bizi təəccübləndirməməlidir. Məsələn, deyilməməlidir ki, tutaq ki, Gəncəbasar bölgəmizdə niyə əlavə olaraq bir hər şeydən əvvəl, yəni 4 çərşənbədən əvvəl bir yalançı çərşənbə də keçirilir. Məsələ burasındadır ki, yalançı Tanrı, həqiqi Tanrı, yalançı hökümdar, həqiqi hökümdar, yalançı aşiq, yəni adaxlı, həqiqi aşiq, yalançı alim, həqiqi alim. Bu, bütün dünya xalqlarının mədəniyyətində ana bir xəttdir. Bu yalançı fiqur nədən ötürüdür? Bu yalançı çərşənbə nədən ötürüdür? Məsələ burasındadır ki, bu bayramın əsas mifoloji amillərindən, motivlərindən biri də ondan ibarətdir ki, sən təziyə qovuşmaq üçün təkcə təmizlənməklə bu məsələni həll edə bilməzsən. Sən həm də nə etməlisən? Bədxah qüvvələri aldatmalısan. Şərə qarşı mübarizə aparmalısan. Və şərə qarşı mübarizə aparmağın bir yolu da qədim insan təfəkküründə, özdə bunu tək mən demirəm, bunu dünyanın mifoloqları deyir. Məsələn, Levi-Strauss adlı məşhur bir fransız teoloqu var. O deyir ki, şər qüvvələri xalq mədəniyyətində aldatmağın bir yolu ya geyim vasitəsilə, ya müəyyən mərasimlər vasitəsilə bədxah qüvvələri aldatmaqdır. Məsələn, niyə biz oğlan uşağını, tutaq ki, 7 qızdan sonra doğulan oğlan uşağını təzə paltar geyinməkdən çəkindiririk. Qorxuruq ki, ona göz dəysin. Və bu həmən o düşüncənin bir əlamətidir. Biz niyə yalançı çərşənbə keçirdirik? Ona görə ki, biz yalançı çərşənbəni birinci olaraq keçirdirik ki, növbəti mərhələdə, 4 mərhələdə dünyanın köhnə əsasında yeniyə doğru getməsində bədxah qüvvələri uzaqlaşdıra bilər. Muxtar müəllim, mənim bir sualım olacaq elə buradan yola çıxaraq. Məni illərdir bir şey düşündürüb ki, məsələn, biz buna çərşənbə deyirik, amma bu niyə ikinci gün qeyd olunur? Mütləq ki, bir səbəbi var. 100% səbəbi var. Heç nə səbəbsiz deyil. İllər boyu, əsrlər boyu ənənədən gələn bir mifoloji düşüncənin məhsuludur siz dediyiniz. Məsələ burasındadır ki, şərin insan təsəvvüründə rəmzlərindən biri qaranlıqdır, gecədir. Və ona görə biz gecəyə şər qarışan deyirik. Məsələn, axşam düşəndə biz o vaxta, o çağa, günün o vaxtına, o məqamına şər qarışan vaxt deyirik. Və bu bayram hesablanır birinci növbədə o qaranlığa qarşı mübarizədə, yəni mübarizəyə yönəlir. Və biz çərşənbə deyəndə əslində çərşənbə axşamından hesablayırıq o vaxtı. Yəni ikinci günün axşamı, çərşənbənin axşamı bizim həmin o mərasimlər başlayır ki, biz axşam o qaranlıqda, o şərdə, yəni daha doğrusu şər qarışan vaxtda bədxah qüvvələrə qarşı mübarizə apara bilər. Nə ilə aparır? Tutaq ki, odla, o mərasimlərlə, məsələn, müəyyən oyunlarla, yəni deyək ki, libas dəyişməklə.
Bütün dünya xalqlarında bayramlarda libas dəyişmə ənənəsi var. Məsələn, Avropalılarda karnaval mədəniyyəti var. Bəli, Karnaval mədəniyyəti nəyin əsasında qurulub? Maskaların əsasında. Niyə insan maska ilə o mərasimləri keçirir? Bəli, bəli. Yenə də iki səbəbdən. Bir səbəb budur ki, bədxah qüvvələri aldadır. İkinci səbəb budur ki, orada artıq həmin mərasimi keçirən insanlar arasında bərabərlik Bəli. təmin olunur, tənzim olunur. Bizdə də bu bayramın əsas mifoloji mənalarından biri ondan ibarətdir ki, əgər gecə ilə gündüz bərabər olursa, sən artıq köhnənin əsasında yeniyə doğru gedirsənsə, həm təbiətdə, həm də cəmiyyətdə bir harmoniya yaranmalıdır. Yəni yeni yaranmış dünyanın rəmzlərindən biri budur, harmoniya. Bəli. Və bu harmoniyanı yaratmaq üçün sən o mərasimləri keçirdirsən. Və o şər qüvvəyə qarşı axşam o mərasimləri keçirdirsən ki, sən o qaranlığı ki biz şər olaraq qəbul edirik, o şər qüvvəni qova biləsən ki, sən çərşənbənin məhz 3-cü günün səhərində o dediyimiz məsələyə nail ola biləsən. Paçlığa qovuşasan. Bəli, paçlığa doğru, təmizliyə doğru, bayramın özünün mahiyyətinə doğru yaxınlaşa biləsən. Mənəvi təmiz olasan. Bəli, bəli. Yəni çərşənbə günü. ona görə təkcə həmin gün yox, ümumiyyətlə il axırı ki bizim çərşənbələrin ən yüksək kulminasiya nöqtəsi sayılır. Yəni bütün şənliklər hesablanır həmin o axşama. Həmin şənliklərin bütün deyək ki nüvəsi, enerjisi məhz axır çərşənbənin Bəli. axşamında başlayır. Bütün mərasimlər, kosa-kosa oyunları, nə bilim müxtəlif deyək ki rəqslər, məzəli oyunlar və bu gülüşün özü də deyim ha bir magik funksiya daşıyır. Onu da biləsiniz. Yəni gülmək qədim insanın təsəvvüründə günəşin rəmzi olduğuna görə həyat vericiliyin simvoludur. Yəni həyat vericiliyin simvolu olduğuna görə bu prosesdə, bu təmizlənmə prosesindən sonraki mərhələdə həmin o gülməli oyunlar, məzəli sözlər, atmacalar, maskalar arxasında o görüntülər falanlar həmin o yaradılışın əsas amillərindən biri kimi özünü göstərir və gülüşün özü bir kult olaraq həmin bayramın tərkib hissəsinə ana xəttlərdən biri kimi daxil olur. Muxtar müəllim, bayramın əsas personajları Kosa və Keçəl mifoloji baxımından nə ifadə edir? O sualı mənə tez-tez verirlər. Məsələn, belə müqayisə aparırlar ki, niyə xristianlarda tutaq ki, Şaxta baba, qarqız gəlir bizə hədiyyələr paylayır. Amma bizim Kosa və Keçəlimiz, bu Novruz bayramının əsas rəmzlərindən olan obrazlarımız əksinə insanlardan pay yığır. Mən sizə deyim ki, Şaxta babanın hədiyyə verməsi mahiyyətcə nədirsə, bizim Kosa ilə Keçəlin pay yığması da mifoloji baxımdan eyni mahiyyətlidir. Nədir bunların mahiyyəti? Mahiyyət ondan ibarətdir ki, bu bayramlarda sakral dünyaya bağlanmaq var. Yəni elə bir dünya ki, o dünyadan biz güc ala bilirik. Özümüzün ümid elədiyimiz, o yaradılış dediyimiz, o yeni dünyaya qovuşma dediyimiz məsələləri həmin o sakral dünyanın deyək ki, razılığı olandan sonra həyata keçiririk. Yəni biz bir növ çalışırıq ki, ilahi qüvvələrin bizə yardımcı olası, ilahi qüvvələrin çölünü oxşayaq, çölünü alaq ki, bizə yardım eləsin. Bizim yeni dünyaya qovuşmağımızda bizim yanımızda olsun. Və bu mənada deyək ki, məsələ Şaxta baba o sakral dünyanın, qarqız o sakral dünyanın nümayəndəsi, obrazı, rəmzi olub o hədiyyəni bizə verəndə biz sanki həmin o sakral dünya ilə ünsiyyəti, ülfiyyəti qura bilirik. Bəli. Burada da yozum biraz fərqlidir, amma mahiyyət eynidir. Yozum ondan ibarətdir ki, sən öz evindən Kosuya, Keçələ pay verməklə ilahi qüvvələrə qurban vermiş olursan öz evindən. Və nəticə etibarilə yenə də ilahi qüvvələrin könlünü alırsan, o sənə yardımcı olur və sən o məhsuldarlığa nail ola bilir. Nəyin məhsuldarlığına? Bağın, bağçanın, heyvanın və s. Yəni sən öz yaşayışını təmin edirsən. Niyə biz Novruz bayramında 7 ləvin deyilən yeməklərə üstünlük veririk? 7 növ gərək süfrədə yemək olsun. Niyə? O yemək də bolluğun rəmzidir. Sən yeməyi bol eləməlisən ki, sənin ilin ruzi bərəkətli olsun. Yəni sənin yeni ilin, həmin yazın gəlişi ilə başlayan yeni ilin ruzili bərəkətli olsun. Yəni sənin həyatında yeni bir dönəm başlasın. O mənada ilahi qüvvələrin dediyim kimi, mən indi onu obrazı deyirəm, könlünü almaq. Məsələn, deyək ki,
həmin o oyunlar vasitəsilə torpağa təsir eləmək, ağaca təsir eləmək, mal heyvana təsir eləmək, bütün bunlar hamısı cəmlənib o ideyanın üstündə ki, insan müxtəlif oyunlar vasitəsilə, sözlər vasitəsilə ilahi qüvvələrə təsir eləsin, bədxah qüvvələri qovsun və öz həyatında o bayramın nəticəsi olaraq dünyanın yaradılışını təmin eləmiş olsun. Bu arada çox maraqlı nüansdır. Çünki ilk insanlar da məsələn patriarxat dövrdə falan Tanrıya qurbanlar verirdilər. Evet. Hansı ki eyni mahiyyətdir təxminən burada da. Yazın gəlməsi üçün, şər qüvvələri qovmaq üçün bir növ sədəqə vermək. Mən indi sizə misallar deyə bilərəm. Deyək ki, Avropa xalqlarından bu yazın gəlməyi ilə bağlı keçirilən mərasimlərin bizim məsələn qodu mərasimi ilə üst-üstə düşməyi. Axı qodu mərasimində həmin o oyunu keçirdən insanlar qapı-qapı düşüb doğrudan da nəmər yığırlar, pay yığırlar. Yenə də gəlib siz deyən suala çıxırıq. İndi baxın, İngilislərin məşhur bir teoloqu var, Fraser. Onun Avropa xalqlarından, Şərq xalqlarından çox gözəl müşahidələri var və qeydləri var. Hətta bizim məsələn Yusif Sərrac əhvalatı ki var, o əhvalatı da qeydə alıb. Ki, və Şərqdə belə bir hadisə olub, Şah Abbası bir hökmdar olaraq gücünü, qüvvətini artırmaq üçün bir yalancı hökmdar gətiriblər hakimiyyətə, sonra onu edam ediblər ki, bu güc, yəni həmin o uydurma hökmdarın gücü ötürülsün ilahi qüvvələr tərəfindən Şah Abbasa. Bəli. Bu sizə təəccüblü gələ bilər. Məsələ burasındadır, bu təkcə Şərqdə yox, bütün Avropa ölkələrində də qədim zamanlarda bu mərasimlər keçirilirdi. Yəni bu mərasimlərin mənası ondan ibarət olurdu ki, təbiət ölüb dirildiyi kimi, cəmiyyətin də harmoniyasında həlledici rol oynayan hökmdar məhz ölüb dirilmə mərasimindən keçib öz qüdrətini o dərəcədə artırmalıdır ki, cəmiyyət doğrudan da harmonik bir cəmiyyətə çevrilsin. Bunun yollarından biri müvəqqəti bir hökmdardan, uydurma bir hökmdardan mərasim düzəldib, onu ya həqiqi mənada, ya da məcazi mənada öldürməkdir ki, onun gücü əsl hökmdara keçsin. Siz Qarabağ bölgəsinin adını çəkdiniz, biz bu verilişə başlayanda. Qarabağ bölgəsindən çoxlu materiallar toplanıb. O cümlədən Naxçıvan bölgəsindən, Ordubaddan. Bəli. Xan bəzəmə oyunları, xan bəzəmə, padşah bəzəmə, belə adda oyunlar keçirilir. Həmin Novruz günlərində bu oyunların mahiyyəti ondan ibarət olur ki, o yalancı xanın deyək ki, o ətrafında qurulan mərasimlər hesabına əsl xana güc-qüvvət verilsin. Yəni onun ya hərfi mənada, ya məcazi mənada ölümü vasitəsilə əsl hökmdara güc gəlsin, qüdrət gəlsin ki, o ölkəni, əyaləti normal idarə edə bilsin. Bəli, bəli. Ona mən İtaliyada misal çəkmək istəyirəm. Maslenitsa bayramlarında, yəni fevralın axırı, təxminən martın əvvəllərində onlar da belə bayramlar keçirdirlər. Və Fraserin qeydləri əsasında deyirəm ki, gətirirlər, bir müqəvva düzəldirlər. Bu müqəvvanı meydanda, deməli küçələrdən keçirdib gətirib bir meydanda yandırırlar. Bu müqəvva nəyin simvoludur? Meşələr ilahəsinin simvolu. Meşə nəyin rəmzidir? Yaşıllığın, təbiətin oyanmağının. Bizdə də ona bənzər qodu mərasimləri var. Qodu nəyin rəmzidir? Günəşin. Qodunu, yəni həmin kuklanı, gəlinciyi bəzəyirlər, boynuna kəhrabadan boyunbağı asırlar, günəş şəklinə salırlar. Kosa ilə keçəl bunu bayaq dediyimiz kimi küçə-küçə, ev-bəyəv, həyət-bəyət gəzdirir, həm də nəmər alır və sonra deyirlər ki, oxuyurlar, oxuduğu nəğmələrdən birinin belə bir misrası var. Əgər qodu gün çıxartmasa, vurun onu sındırın. Fikir verirsiniz. Orada yandırırlar, burada da tutaq ki, sındırırlar. Bu sındırmağın imitasiyası vasitəsilə xalq nəyi güman eləyir ki, nəyə nail olacaq? Günəşi hərəkətə gətirəcək. Bəli. Axı yazda günəş elə dərhal parlaq şəkildə çıxıb təbiəti və insanları isindirmir ki, günəşi hərəkətə gətirməyin yollarından biri o cür oyunlar keçirməkdir. Yəni günəşin rəmzi olan həmin o gəlinciyi gəzdirmək və sonunda onu sındırmaq ki, onun sınmağı, yəni ölməyi hesabına əsl günəş hərəkətə gəlsin, bizə istilik versin, bizə işıq versin ki, biz həyatımızı, o yeni dünya düzənini qura bilək
və dediyimiz kimi o bayram vasitəsilə yeni dünyaya qovuşa bilər. Çox maraqlıdır ki, fərqli yollarla, fərqli gedişatlarla eyni mahiyyəti olan şeylərin bəli. toplusu da çox maraqlıdır. Bəli. Muxtar müəllim, Sovet dövründə qoyulan qadağalar hansısa adətləri unutdurdumu və ya hansındasa müəyyən qədər dəyişiklik yaratdımı? Tək Soveti deməyək, qloballaşma, şəhərləşmə, hansı ki urbanizasiya, müasir dövrün tələbləri, bunların təsiri oldumu hansısa adətlərin dəyişməsinə? Şübhəsiz. Mən sizə deyim ki, Şahin bəy, Novruz bayramı ilə əlaqədar əgər siz o sualı nəzərdə tutub verirsinizsə, Sovet dövründə Novruzun rəsmi qaydada keçirilməsinə qadağalar qoyulur. Bəli. Amma mənim bildiyim budur ki, Ulu Öndərin hakimiyyətinin birinci dövründə ilk dəfə olaraq televiziya vasitəsilə translyasiya olunub Novruz şənlikləri. Yəni içəri şəhərdə keçirilən Novruz şənlikləri translyasiya olunub. Yəni deyək ki, Ulu Öndər müdrik bir insan idi, bilirdi ki, bu bayram bu xalqın mədəniyyətinin ayrılmaz bir hissəsidir, tərkib hissəsidir. Ona görə ona önəm verirdi. Sovet dövründə qoyulan qadağalar o bayramın mahiyyətini dəyişə bilmədi. Niyə? Çünki xalq onu öz evində keçirdirdi. Bəli. Yəni bu bizim xalqın tarixən əsrlər boyu keçirdiyi bir bayram olduğuna görə bizim mənəviyyatımıza, şuurumuza o şəkildə olub ki, onu rəsmi yolla qadağan eləmək də çətindir. Bəli, təbii ki. Amma müstəqillik dövründə təbii ki, biz bunu geniş şəkildə keçirdirik, dövlət səviyyəsində keçirdirik, böyük şənliklər olur. Amma məsələnin deyək ki, məğzi, mahiyyəti ondan ibarət olmalıdır ki, biz bu bayrama yad ünsürləri əlavə eləməməliyik. Məsələn, ola bilər bu sual sizi də düşündürsün ki, bəlkə bizim də bu bayramda bir bahar qızı olsun, belə bir obraz olsun. Bəli. Mənə elə gəlir ki, bahar qızı qar qızının təqlidindən, yamsılanmasından başqa bir şey deyil. Bəli. Yəni biz Şaxta Baba qar qızı obrazını milad tarixi ilə olaraq biz də qeyd edirik, çünki biz milad tarixindən istifadə edirik və bizim də o bayramı keçirməyimiz təbiidir. Amma bizim o bayramın obrazlarını süni şəkildə Novruz bayramına tətbiq eləməyimiz bu böyük yanlışlıq olar. Ona görə bizim bayramımızda, Novruz bayramımızda qar qızı obrazı yoxdur. Bizim bayramımızda dediyimiz kimi Kosa var, Keçəl var və Təkə obrazı var. Təkə obrazı ki, o da maskalanmış bir obrazdır. Yəni Keçəl öz gözəlliyini maska arxasında gizlətdiyi kimi, Kosa ilə Təkə də öz gücünü, məhsuldarlıq gücünü maska arxasında gizlədir və bizi güldürür. O oyun mərasimləri keçirdir ki, bayaq dediyimiz biz amaca doğru hərəkət eləyə bilərik. Bəli, şər qüvvələri həmçində Şər allatmaq və yeni dünyaya qədəm qoymaq mərasimlərini həyata keçirdə bilərik. Amma siz baxın, Azərbaycanın heç bir bölgəsində tarix boyu qar qızı obrazı olmayıb. Üzr istəyirəm, bahar qızı obrazı olmayıb. Ona görə o yad bir elementdir. O elementin Novruz bayramının mərasimlərində, ayinlərində, mifoloji sistemində heç bir yeri və rolu yoxdur. Muxtar bəy, mən növbəti sualım, biz bayaq söhbət elədik bu süfrələrdə olan yeddilik konseptindən. Hansı ki, bir də belə bir deyim var ki, bu 7 nemət S hərfi ilə başlamalıdır. Niyə məsələn Ş hərfi ilə yox və ya digər hərflərlə yox, S hərfi ilə? Bunun da bir mifoloji, tarixi bir anlamı, mənası varmı? Orada mən müxtəlif deyək ki, variantlara rast gəlmişəm. Bu İranda da o 7 məsələsi var. Hətta məsələn bizdə o 7 məsələsi S ilə başlayan, səslə, hərflə başlayan yeməklər uyğun gəlməyəndə istər-istəməz ya özümüzdən bir nəyisə əlavə edirik, ya farslardan nəyisə götürürük. Mənə elə gəlir ki, o S ilə başlamaq o qədər də vacib şərt deyil. Çünki bu dildən dilə dəyişən bir şeydir. O vacib şərt deyil. Hətta orada deyək ki, sarımsaqdır, nə bilim sumaqdır, filandır. Deyirəm də, əgər mümkün olmayanda tutaq ki, farslardan da nəyisə bir şey götür. Mənə elə gəlir ki, o qədər də vacib şərt deyil ki, hökmən S ilə başlasın. Orada vacib olan 7 rəqəminin özü müqəddəsdir. 7 rəqəmi müqəddəsdir. Məsələn, 7 cam, 7 peykər, 7 səyyarə, bilirsiniz ki, Nizamidə də 7 gözəl poeması var filan.
o müqəddəs rəqəmin hesabına o 7 ləvin deyirlər, 7 növ yemək. Burada bunun s ilə, s-lə başlamasının o qədər önəmi yoxdur. Əsas odur ki, yeməyin növü, çeşidi çox olsun. O da bolluğun rəmzi Bəli, olsun bəli. ki, yeni mərhələdə, həyatımızın yeni mərhələsində o bolluq bizlə həmişə olsun. Ruzi bərəkət bizim evlərimizin həmişə qisməti olsun. Bu təxminən eyni anlamda ki, məsələn, belə bir deyim var idi ki, yeni ilə hansı formada girirsənsə, Bəli. 7 il o formada davam Yəni edəcək elə deyim var. həmən- Eyni deyimin, Bəli, eyni bəli, mahiyyətdə bəli. buradadır. Biz deyək ki, o bayram ərəfəsində, yəni həm də il axır çərşənbədə bütün o yeməkləri, çeşid-çeşid yeməkləri deyək ki, süfrəmizə düzməklə, o Bəli. şənlikləri keçirməklə, həyətimizi, bacamızı, evimizi təmiz saxlamaqla, əynimizə təmiz paltar geyməklə çalışırıq ki, həmin ilahi qüvvələrin qarşısında biz o təmizliyi, o yeniliyi nümayiş elətdirək ki, Bəli. o bizim həmişə il boyu qismətimiz olsun. Yəni biz həmişə o firavanlığın içində olaq, o ruzi bərəkətin içində olaq və o gözəlliyin ən başlıcası o ahəngin və harmoniyanın içində olaq. Çox maraqlıdır ki, məsələn, sizin bayaqdan verilişin əvvəlindən saydıqlarınız və yaxud da ki, bizim bu günə qədər gördüklərimiz hamısı bu bayramda bir teatral ünsürlərin olduğunu ortaya çıxardır. Həmçinin də teatrın özü də həmişə inkişaf etmiş xalqlarda, mədəniyyət formalaşdırmış xalqlarda olub. Çox maraqlıdır. Muxtar bəy, təşəkkür edirəm sizə. Mən Çox də sağ sizə olun. təşəkkür edirəm və bu Novruz bayramının mərasimlərinin, ayrı-ayrı elementlərinin təbii ki, bizim teatra çox böyük təsiri var. Bəli. Məsələn, Hüseyn Qulu Sarabisqat, siz bilirsiniz ki, bizim məşhur müğənnimiz var, onun xatirələri var. Bakıda keçirilən Novruz mərasimləri ilə, şənlikləri ilə bağlı. Onun həmən o xatirələrindən biz görürük ki, o mərasimlərin teatral tərəfləri həddindən artıq çoxdur. Yəni o teatral tərəfləri çox olduğuna görə bizim təbii ki, teatr sahəmizdə də, mədəniyyətimizin o sahəsində də bu elementlərdən geninə-boluna həmişə istifadə olunur. bəli. Bundan sonra da bir qaynaq olaraq istifadə oluna bilər. Muxtar bəy, mən son olaraq da bütün qonaqlarıma bir sual verirəm. Dinləyicilərimizə məsləhət görməyiniz üçün bir musiqi, bir film və bir kitab. Kitab axı hərəsi bir sahədən ola bilər. Yox, məsələn, sizin kitab deyəndə mütləq ağlınıza gələcək bir kitab ki, hansı ki, bunu mütləq oxumalısan. Mənim Bildiyiniz bir ağlıma kitab. istər-istəməz sizin verdiyiniz sualın müqabilində Cəmil Məmmədquluzadənin Ölülər tragikomediyası gəlir. Bəli, bəli. O çox qiymətli bir əsərdir. Bizim ədəbiyyatımız tarixində o əsərdir ki, bu bir tərəfdən gülməlidir, bir tərəfdən də ağlamalıdır. Bəli. Tragikomediyadır. Yəni o tragikomediyadır ki, bizə orada təlqin eləyir ki, biz hər deyək ki, fanatik cəriyana, hər fanatik deyək ki, düşüncə tərzinə, o fanatizmin arxasında duran, o qaragörhün arxasında duran fiqurlara inanmamalıyıq. Bəli. Biz ayıq-sayıq olmalıyıq. Və bizim son 30 ildə yaşadığımız müsibətlər də göstərdi ki, biz xalq olaraq həmişə ayıq-sayıq olmalıyıq. Mədəniyyətə münasibətdə, şəxsi həyatımıza münasibətdə, siyasətə münasibətdə, dünyaya münasibətdə, ətrafdakı qonşularımıza münasibətdə son dərəcə ayıq-sayıq olmalıyıq. Bu mənada Cəlil Məmmədquluzadə, ondan əvvəl Mirzə Fətəli Axundzadə ki, bizim çox böyük şəxsiyyətlərimiz və böyük yazarlarımız, yazıçılarımızdır. Onların elə bizə təlqin elədiyi həm də o düşüncə tərzidir ki, ayıq olun. Ətrafa münasibətdə, siyasətə münasibətdə, Bəli, bəli. hər şeyə münasibətdə. Musiqi və film. Musiqi, valla musiqinin də çox müxtəlif janrları var. Mən məsələn o musiqini xüsusi qiymətləndirirəm ki, o bir tərəfdən deyək ki, milli köklərə bağlıdırsa, o bir tərəfdən böyük dünya mədəniyyətinə bağlıdır. Məsələn, bizim bu sahədə ən nəhəng simalarımızdan biri Qara Qarayevdir. Bəli. Qara Qarayevin mən bir xatirəsini oxumuşam. O deyir ki, bir cavan bəstəkarlar Üzeyir bəyin yaratdığı bir xətlə bir qurum yaratmışdı konservatoriyada. O xətlə cavan bəstəkarlar olaraq çıxırdıq ayrı-ayrı bölgələrə, xalq musiqisini toplayırdıq. Bəli. Mən o topladığım xalq musiqi nümunələri əsasında filan simfoniyanı yazmışam. İndi o simfoniya mənim yadımda deyil, amma bu Qara Qarayevin öz etiraf elədiyi bir məsələdir. bəli. Əgər Qara Qarayev xalq musiqisini o şəkildə
deyək ki, öz musiqisinə qatır bizə təqdim edir ki, o qədər də hiss olunmur. Və bu xalq mədəniyyətinə bütövlükdə yanaşmağın ən münasib yollarından biridir. Bəli. Məsələn, mən tutaq ki, 17 gözəl baletini hədsiz dərəcədə yüksək qiymətləndirirəm. Orada mən dediyim o cəhət var. Alt qatda xalq musiqisi var, üst qatda böyük dünya mədəniyyəti var. Muxtar bəy, təşəkkür edirəm. Bayramınızı təbrik edirəm. Mən də sizə təşəkkür edirəm. Dəvət eləmisiniz, söhbət elədik. Mən bir daha sizi də, sizin kollektivi də, bütövlükdə xalqımızı bayram münasibətini ürəkdən təbrik edirəm. Çox sağ olun, sizlə söhbət çox xoş idi. Xatırlatmaq istəyirəm ki, qonağımız akademik Muxtar Kazımoğlu idi. Biz də bayramdan sonra yenə bu masada olacağıq. Sağ olun, sağlıqla qalın.